Keçən cümlələrdə biz bir mövzu açmışdıq. Tövhid mövzusu. Əvvəla bunu zikr üçün xatırlayıram sizə. Biləsiz, tövhidimiz kamil olmadan heç bir üstün əməlimiz üstün sayılmaz. Tövhid həyatın mənasıdır. Tövhid insana həqiqi insanlıq verəndir. Bəzən insanların tövhid düşüncəsi bu qədər olur. Tövhid deyəndə nə anlayırsan? Qısaca deyir, Allah var, yerləri, göyləri Allah yaradıb və Allah yeganədir. Yəni Allahın zatının yeganəliyindən başqa tövhid düşüncəsi bəzən bir çox müsəlmanlarda, möminlərdə yoxdur. Amma biz sizə neçə vaxtlardır bu mövzuda danışırıq ki, tövhid fəqət Allahın yeganəliyini bilmək deyil, varlığını təsdiq eləmək deyil, Allahın zatı sifətlərində də tövhidi anlamaq, dərk eləmək, mərifət hasil eləmək, iman gətirmək lazımdır. Və Allahın sifət-i sübutiyyəsində o sifətlər ki, Allaha məxsusdur, orada da tövhid əqidəsini möhkəmləndirmək lazımdır, mərifət hasil eləmək lazımdır. O sifətlər ki, Allaha məxsus deyil, Allahda ola bilməz. O sifətləri Allaha şamil etməməlisən, Allahdan uzaq tutmalısan o sifətləri. Əksi şirkdir bunlar. Və son cümlələrimizdə tövhid-i əfalidən danışdıq. Tövhid-i əfali, yəni feillərdə, işlərdə Allahın tövhidinin olması, baş verən bütün feillərin arxasında Allahın olması, bütün feillərin arxasında, işlərin arxasında Allahın olması. Yəni, bunun da əksi budur, buna biləsiz. Bir insan odu yandıran bilirsə və düşünür ki, od yandırandır. Amma odu müstəqil yandıran bilsə, tövhid-i əfalidə şirk edib. Od yandırır, amma Allahın iradəsi ilə. Su söndürür, amma Allahın iradəsi ilə. Selin qabağında nə dura bilər? Heç bir şey. Amma Allah istəsə, seli saxlayar. Musa üçün saxladı, İbrahim üçün odu, nəinki soyutdu. Bəli, deməli bunların həqiqi qüvvəsi Allahın yanında. Bütün işlərin toxum düzəlir günəşin onun üzərinə düşməsiyle, su ilə və s. bu qüdrətlərlə. Amma həqiqi səbəb kimdir? Allah. Bu da geniş bir mövzudur. Ya, tək bu məsələlərdə də, bütün məsələlərdə. Allah güldürəndir, Allah ağladandır. Allah hidayət edəndir, Allah azdırandır. Allah dirildəndir, Allah öldürəndir. Allah yaradandır, Allah dağıdandır. Hər bir şey. Hər bir şeyin arxasında Allahın qüdrəti. Əlbəttə ki, bunlar cəbrili ilə heç bir əlaqəsi yoxdur. Zaman gələr, onlara da açarıq ki, bəzi insanlar deyirlər ki, əgər hər şey Allah edirsə, o cəbrili yarar. Cəbrili bilirsən nədir? Yəni, hər bir şey Allah qurub danış, bizi idarə edir. Yox, o deyil. O deyil. Seçim insanın əlindədir.
əlvi oda uzadan sənsən. Amma odu Allah istəsə səni yandırar, istəsə yandırmaz. Seçim sənlikdir. Bunun haqqında da danışmışıq, elhamdülillah. İndi kim nə qədər götürüb, kim nə qədər anlayıb, kim nə qədər bəhs edib, öz işidir. Və mərhələ olaraq bu günləri tövhidi ibadədən danışmaq istəyirəm sizlərə. İbadətdə tövhid. Allaha ibadət etmə məsələ deyil. Allaha ixlasla ibadət etmə məsələdir. Allaha ibadət etmə haqq deyil. Allaha ixlasla ibadət etmə, şirksiz ibadət etmə haqdır. Bütpərəstlər ibadət edirlər. Edirdilər Peyğəmbər zamanında bütpərəstlər. Böyle onlar da ibadət edirlər. Və digər dini mənsublar, onlar da ibadət edirlər. Amma məsələ nədir? İxlas ilə ibadət edirlər, tövhid üzərindən ibadət edirlər, yoxsa şirklə ibadət edirlər. Bax, bu da əsas məsələlərdəndir. İndi bəziləri də biraz da qalxıb yuxarıya, biraz da keçib məsələni hər bir şeydə, hər bir şeyi ibadət adı verərək ona nə ediblər? Şirk adı verilir, o mövzulara da toxunacaq inşallah Allah'ın izniyle. İyyâke na'budu bir mərhələdir. İyyâke nəstə'in başqa bir mərhələdir. İlahı fəqət sənə ibadət edirəm, bu bir mərhələdir. Və İyyâke nəstə'in ilahı səndən köməkli istəyirəm bir başqa mərhələdir. Bunları bir mərhələdə birləşdirsə insan problem çıxacaq. Bəzilərdə problem çıxardırlar bu mərhələdə. Kömək, kimdənsə köməkli istəməyi nə biliblər? Şirk biliblər. Şirk o zamanda olacaq ki, onu müstəqil qüdrət verəcəksən. Məsələn, ya Əli, fəqət səndən istəyirəm, şirkdir. Yəni, Allahı görməmək orada, Əlini ancaq görmək, şirk olay olmaz. Şirkə sizdə, başdan deyir, böyle şirk bilirik biz bunu, Allahsız Əlini biz şirk bilirik. Amma ya Əli, mənə kömək elə buradan, məqsədim o da Allah yanında duaçı ol, Allahın qüdrəti ilə, Allahın iradəsi ilə. Onu elə biz bir-birimizə də deyirik də. Demirik, biz bir-birimizə deyirik. Bu şirk sayılmaz. Hər halda bunlara da geniş toxunacaq. Tövhid ibadə nədir? Tövhid ibadə, buna deyərlər ki, insan bütün ibadətlərini yalnız Allah üçün eləsin. Bütün ibadət adlanan hər bir şeyi Allah üçün etsin. Namaz ibadət sayılır, ibadət. Oruc ibadət sayılır, ibadət. Hac ibadət sayılır, ibadət. Kısaca deyim, ibadət nədir? O şeyə ki, niyyət vacibdir. O şeyə ki, niyyət vacibdir. Niyyət düz olmasa düz sayılmaz. Düz. Niyyətsiz mümkün deyil o. Hacı gedirəm, niyyətim düz olmadı ya yox? Düz olmadı. Deməli, bu ibadətdir. Niyyəti olan hər bir şey də ibadətdir. İndi məsələn durub deyərsən ki, məsələn, biri içkidən çəkinir. Niyyəti sağlamlığıdır. Şirk edir yoxsa yox? Hə? Etməz ac. Sağlamlığına görə içkidən biri tərk eləsə, bir günah əməli tərk edilmək, Allah üçün də etməsə, şirk sayılmaz. Xeyr, qorxur məsələn filan oğurluq eləməyə. Qorxudan tutarlar bunu.
Bunu tərk eləmək şirk sayılar yoxsa yox? Sayılmaz. Bu ibadət ola bilər ya yox? Bu da ibadət olur. Niyyət eləsən ki, Allah sənin üçün bu işi edirər, bu olacaq nə? İbadət. Amma ibadətdə belə deyil. Onu məsələn mən bu dəfə Allah üçün eləmirəm, olacaq şirk. Namazı bu dəfə Allah üçün qılmıram, o görsün həmən yaxşı namaz qılam, bu olacaq şirk. Qısaca anlada bildim fikrimi. Allah Kur'an-ı Kerim'de buyurur وَمَا أُمِرُوا إِلَّا لِيَعْبُدُوا اللّٰهَ مُخْلِس۪ينَ لَهُ الدِّينَ Onlara yalnız bu emir olundu ki dini yalnız Allah'a məxsus ederek ona ibadet etsinler. Ve din o kəslərə məxsusdur ki, o kəslərin dini var ki, o kəslər müxlisdirlər. Yəni, dini xalis olaraq yerinə getirirlər. Allahın əmri üçün yerinə getirirlər. Bir ariflərdən birisi var idi, vəsiyyət yazmışdı evlatlarına. Demişdi ki, mənim namazlarımın qəzasını qılarsınız. Böyük arif idi. Ömrü boyu nə vaxt baxırdın namaz qılırdı. Sonda bir izah yazmışdı. Yazmışdı ki, bunun mənası bu deyil ki, mənim qəza namazlarım var. Mənim uşaq yaşından heç vaxtı qəza namazım olmayıb və ömrümün namazlarını da 2 dəfə ehtiyatan qəzasına qılmışam. Amma bir söz yazır. Deyir, ona görə bunu sizdən istəyirəm ki, mən namaz qılanda elə bir eşq halında olurdum, elə bir ləzzət halında olurdum ki, qorxuram ki, o namazları birdən o ləzzətə görə qılmış olaram. Gizli şirk deyirlər buna. O ləzzətə görə qılmış olam. Diqqət elə gör nə var ya burada. Biz elə namazda ləzzət axtarırıq ki, bir namazımız bizə ləzzət versin. Bu deyir, namazımın ləzzətindən qorxuram ki, məni namaz qıldıran Allahın əmri deyil, o ləzzət olmuş olar. Odur ki, وَمَا اُمِرُوا إِلَّا لِيَعْبُدُوا اللّٰهَ مُخْلِس۪ينَ لَهُ الدِّينَ Sizə belə əmr olundu ki, dini fəqət Allah üçün, Allahın əmri üçün yerinə yetirəsiz. Və bu cür kəslərin dini var. İxlas dinin ruhudur. Dinin bir zahiri var, gördüyün. Qəşəng ruku eləmək, qəşəng səcdə eləmək, qəşəng qiraət. Bu zahiridir. Dinin ruhu ixlasdır. Orada ixlas olacaqsa, yüksəliş olacaq. Olmayacaqsa, yüksəliş yoxdur, görsəntidir. Allah Molla Sədrayi rəhmət eləsin, gözəl bir sözü var onun, çox yüksək sözdür. Deyir, ruhların Allaha doğru hərəkət məsələsinə toxunur. Deyir, ibadət ruhların hərəkətidir, ruhların Allaha tərəf yüksəlişidir. Ruhun Allaha tərəf yüksəlişi, Allaha doğru yüksəlişi. Maniyələr olsa, artıq bir şeylər olsa, yüksəlişə qalxmaq nə olar? Çətin olar. Bilməm, sizin praktikada olub bu yoxsa yox, hündür bir dağa çıxmaq sizə, məsələn, hündür bir dağa. Məsələn, Baba dağı deyirlər, belə bir, bilməm kim çıxıb oraya ziyarət edir. Məsələn, o dağa çıxanda o qədər hündürdür, gedirsən, qalxırsan. Bəzən elə yerlər yetişir ki, əynindəki paltar belə sənə ağırlıq edir.
üstündə bir dənə zajqalka var, o sənə artıqlıq edir, ağırlıq edir. Yüksəyə qalxmaq bu deməkdir. İnsan daha yüksəyə qalxmaq istəyəcəksə, ixlasını daha da çoxaltmalıdır ki, o ona maniyə olmasın. Yüksəyə qalxmaqda gəl yüngülləşəsən. İki dənə bu gözəl ayə var. Birini oxudum sizə, birini də əvvəlcədən demişdim, bir də təkrarlayıram. İyyâke na'budu və iyyâke nestaîn. İnşallah zaman gəldikcə bunlara toxunacaq. Biraz da genişləndirəcək Allahın izni ilə. Ki bu hər gün söylədiyimiz bir kəlmədir. İyyâke na'budu. Fəqət, yalnız sənə ibadət edirəm. Yalnız sənə ibadət edirəm. Hazreti Resulullah sallallahu aleyhi ve sellem buyurur, Afdalul ibadeti ihlasun niyyə. Deyir, ən üstün ibadət odur ki, niyyətdə xalis olasan. Niyyətində xalis olasan. O ibadətin niyyətində xalis olasan. Burada bir dənə də Yunas var, bir dənə də nöqtə var, onu deyim. Bəzən insanlar ibadətin əvvəlində niyyətləri xalis olur. Ama zaman keçdikcə onu qoruyabilmirlər, pozulur. Allah hamınıza nəsib eləsin, hamınıza qismət eləsin. Hər bir müsəlmanın qəlbinin istəyidir bu. Hətta hər il istəyər bu olsun. Hər il istəyər bu olsun ki, Allah ona hac ziyarətini nəsib eləsin. Ömrə ziyarətini nəsib eləsin. Amin. Görərsən, evdən çıxanda niyyəti o qədər düzdür, o qədər təmizdir, o qədər safdır. Amma zaman keçdikcə, ora yaxınlaşdıqca və ya gəlib Kəbəni yanında olduqca, gördükcə, hətta bu tək deyil, oracaq qayıtmaq da şərtdir. Görərsən, insan dəyişdi. Elə bir yoldakı adam deyildi bu. Gələndə bizə yoldaşlıq eləyən adam deyildi. Rəftarı dəyişdi, xasiyyəti dəyişdi. Hətta içi yox, zahiri də bəzən dəyişir. Ona görə də ibadət odur ki, sona qədər niyyətini qoruyasan. Namazın əvvəlində niyyətində xalis ola bilərsən, amma Əssalamu aleykum və rəhmətullah və bərəkatuya qədər qoruya bilməzsən. Ora qədər qorumalısan. Birdən bir gecə namaz qılırsan, xalis niyyətimlə qapı cırıldadı, kimsə görəcək səni, fikrin getdi ora, pozular ya pozulmaz, pozulacaq. Bunları da sona qədər qorumaq əsas şərtlərdən biridir. Və Ağa Əmirəl-Mömin əleyhissalam buyurur, qalilun ma'at-təqva xeyrun min kəsirin ma'ar-riya. Az təqva ilə, yəni az ixlas ilə ibadət etmək, bir işi görmək, riya ilə çox görməkdən daha xeyirlidir, daha yaxşıdır. Bir məscid tikirsən, riyalandır. Bir bu təqvana gətirib bir dənə daş qoyursan. Bu ondan daha xeyirli olacaq. Budur ki, əməlin çoxluğuna deyil, niyyətin saflığına diqqət edilməlidir. Amma İmam Cəfər Sadiq əleyhissalam buyurur, savab üçün ibadət edən də, cəza qorxusu ilə ibadət edən də həqiqi ibadət etməmişdir. Bu bir dənə mövzuda qayıdacaq. Savab üçün ibadət edir və yaxud qorxu üçün, iqab üçün ibadət edir, o ibadət eləməyib. İndi buna qayıdacaq gələcəkdə. Vaxtımız olsa iştirak eləsəz, inşallah bunlar təhlilcə adam baxır ki, mən savaba görə eləyirəm də mən bunu. Yox. Yox. Ariflərin bir sözü var, onu istəyirəm xatırlayam sizə. O söz mənə çox xoş gəlir. Deyir, ibadətin ən yüksək mərhələsi ibadəti belə görməməkdir. İbadətin ən yüksək mərhələsi ibadətin özünü belə görməməkdir.
Savabı heç ibadəti görməməkdir. Bunu bizim başa düşdüyümüz dərəcədə deyim, namaz qılıram, heç namaz qılmağımı görməməkdir. Ancaq Allahla ünsiyyəti görməkdir. Sadəcə rüku, səcdə bir prosesdir. Namaz qılıramı görməməkdir. Ənəni görməməkdir, huvanı görməkdir. Bu bir daha dərəcədir. Ki edə bilərik, hamımız edə bilərik. Bunlar əgər buyurulubsa, Peyğəmbərdən bizə, Allahdan əmr olunubsa, demək, hər kəs bunu edə bilər. Hər kəs üçün bu qapı açıqdır. Və ibadətin aşkar şirk var, bir də gizli şirk var. Aşkar şirki bütpərəstlər edirlər, bilirsiniz. Bir də gizli şirk var bizim üçün, tevhiddə problem olan gizli şirklər var. Ona da riya deyirlər. Bu da hər bir müsəlmanın bildiyi bir məsələdir. Riya. Yəni, Allahdan başqasını da ora qatmaq. Bir gözəl hədis var, bu hədis mənim xoşuma gəlir. Allah buyurur ki, hədis qudsuda, mən iki şərikin ən yaxşısıyam. Şəriklər bəzən çoxu mənə, azı sənə, bunun üzərində nə edərlər? Mübahisə edərlər, dava edərlər, sənə az çoxdur, sənə çox düşdü, mənə az düşdü, bunu mübahisə edərlər. Bir də yaxşı şərik olar. Ya, götür bunu da verirəm sənə. Bu nədir? Yaxşı şərikdir də. Allah buyurur, mən iki şərikin ən yaxşısıyam. Əgər çox faizini məni üçün eləsən, az faizini başqası üçün etsən, mən öz faizimi də o şərikimə verərəm, istəmirəm. Mənə 100% gətir, xalis gətir. Az gətir, amma xalis gətir. Bir dənə səcdə gətir, amma xalis gətir. Allah belə buyurur bizə. Bu baxımdan gərək mömin hər zaman öz ibadətlərində tevhidi yoxlasın. Sağlamlığımdan narahat olam, check-up'a gedirəm. Bir həkimə gedirsən, deyəcəksən, ürəyim ağrı, ürəkimə. Bir də heç nə yoxdur, gedir, nə edir? Check-up eləyir, bütün hər yeri yoxlatdırır ki, görmə orada bir problem olar, ha, indidən xəbərim olsun. Bəs dinimizi necə? Dinimizə check-up lazım deyil. Hərdən özümüzü yoxlamalıyıq, dinimizi yoxlamalıyıq, ixlasımızı yoxlamalıyıq. Ya bir alim ariflə gedib danışacaqsın, özünü göstərəcəksin ona, o sənə deyəcək. Ya da elə bacardığın kimi özün-özlüyündə bir hərdən özün-özmə suallar vergirəm. Mən bu işləri niyə edirəm? Belə olsa da edərəm, elə olsa da edərəm. Bu səbəblər olsa, yenə də namaz qılaram. Bu ilə namaz qılıram, hamısı məndən xoşu gəlir. Birdən bir gün elə bir zaman yetişsə ki, namaza görə məni incidəcəklər, qılacağam ya yox. Bu günləri başımı bağlayıram, hər kəs mənə hörmət edir. Bir gün bu baş bağlamağıma görə məni sıxsalar, yenə bağlayacağam. Bunları nə etmək lazımdır? Özlüyündə sual verib araşdırmalısan. Belə olmamadı o 2 nəfər, o Sovet dönəmi təzə dağılmışdı. 90-cı illərin əvvəllərində də oturub söhbət edirdilər. Bir nə deyir, namaz qılırsan, deyir, hə, maşallah, mən başlamışam namaza, çox əla, ləzzətdir. Deyir, nə olur, deyir, namaz qılıram. O işlərim elə xod gedir. O obyekti açdım, onu nə bilim belə elədim, onu elə elədim, maşın aldım. Belə danışır da, uğurlarından danışır, namazdan sonraki uğurlarından danışır. Bu da başını sağa başa deyir, mən namaz qıldım, obyekti getdi əlimlə, olursa da belə oldu, maşını da vurdum, nə bilim danışır belə. Qardaş, sənə düşür namaz, sən qıl ki, mənə düşmədi. Bu formada olmuyor. Bu formada olmuyor ki, namaz mənə, məsələn, namaz qılandan sonra
Allah'ın bir qədər sınağı mənə atsa məsələn deyirəm. Yox, mən namazı tərk edim ki, yox, namaz mənə düşmədi. Yox. Hər halında Allah'ın ibadətini qoruya bilmək şərt olanlardandır. İnşallah Allah'ın izi ilə gələn cümələrdə riyanın 7 şərtindən, ixlasın, tövhidin 7 şərtindən danışarıq. Allah'ın izni ilə Allah bizi dində, imanda sabit qədəm olanlardan qərar versin. Allah'ın huzuruna 2 rükət ixlaslı namaz apara biləydik kaş. 2 rükət. Xalis namaz apara biləydik. Xalis namaz. Allah bunu bize müvəffəq eləsin.